Hamınıza selamünaleyküm uşaqlar. Hər biriniz yeni bir videomuza daha yenidən xoş gəldiniz uşaqlar. Deməli bugün sizlərlə birlikdə takipçilərimizin hesablarını puanlayıram. Uşaqlar, deməli bu takipçilərimizin içində əgər siz də olmaq istəyirsə nə etməlisiniz? Kanalımıza abunə olmalısınız, like atmalısınız və uşaqlar yorumlar içərisində aydınızı buraxmalısınız. Hər səfər uşaqlar, əgər ki elə videoların davamını istəyirsinizsə bu videoya 50 like gəlməlidir. İnşallah 50 like-dan sonra ikinci bölüm gələcək və uşaqlar ikinci bölümdə siz ola bilərsiniz. Və puanımızı 10 üzərindən verəcəyik. Belə deyim. Bu arada uşaqlar, mən bildirəm WhatsApp qrupuna anket deyə də atdım uşaqlar və bir çoxunuz hassasiyyət istədiniz və uşaqlar orada getmədi, gəlib YouTube'da da yazdınız. Hassasiyyət nə oldu, hassasiyyət nə oldu? Uşaqlar, hassasiyyəti sizə verəcəm. Hələ bir oyunda da şey elədiniz, hassasiyyət istədiniz. Uşaqlar, hassasiyyəti özel olaraq bir videosunu çəkəcəm. 10-15 dəqiqə arasında, 8-15 dəqiqə bir arasında video olaraq fikirləşmişəm. Amma nə etməlisiniz uşaqlar? Mənim bir öncəki videoma uşaqlar getməlisiniz və uşaqlar artıq orada 5 like mı qalıb, 6 like mı qalıb uşaqlar, onu atmalısınız və uşaqlar videomuzun hədəf like sayısı, yəni uşaqlar 50 like-ı tamamlanmış olacaq. Ondan sonra da uşaqlar nə edirik? Hassasiyyət videomuz gəlir, siz də götürüb yararlanırsınız. Videonu uzatmadan uşaqlar, keçirəm ilk aydımə, maşallah olsun, şəxsdə də atanlar oldu, postları da atanlar oldu. Hazırsınızsa siz videoya abunə olun, like atın və uşaqlar uzatmadan mən keçim puanlamaya. Deməli uşaqlar, gördüyünüz üzrə ilk aydımız belədir. Azıl player hal-hazırda oyundadır. X9 Regimin klanındandır. Hesabına giririk puanlamaya. Paltarın normal, tanıdığımız Azıl playerin sadə və klasik paltarıdır. Baxırıq sezonuna. Hesab yeni bir hesabdır. Hesab çoxdan da bir hesabı deyil. Baxın bir dənə hansıdır bu? Ateş Doğan Fatih. Uşaqlar, çox da belə köhnə bir hesab deyil yəni ki, amma 56 səviyyədir. Hesabda nələri görürük? AVM-ni, bir dənə yeni gələn ifadəni qoyub. Demək olar ki, əlbəttə ki, yeni hesab olduğuna görə klasik bir hesabdır. Qaldı ki, ustalıqlarına baxmaya. Etdə uşaqlar 4 sezon kahramanlığı ambeli, 3 sezonsa ustalığı var. BR-də isə bir dənə var uşaqlar və 56 səviyyə çox yaxşıdır belə bir hesab üçün. Like-ımızı da bu arada ataq. Bu hesabı uşaqlar puanım yeni bir hesab olduğu üçün 10 üzərindən 4 verəcəm. Yəni üzrlü sayısı mən burada oynayışa görə və ya tanıdığım birinə görə puan vermirəm uşaqlar. Hazırsınızsa keçək ikinci aydımıza. Bırıq. Girdik uşaqlar hesabına gördüyünüz qədərilə beləncə normal bir kombin. Elə yəni ki, şey deyil, amma hərənin öz zövqü var da, yəni ki, belə gedir, hərənin öz zövqü var. İndi uşaqlar gəldi, 15 dənə kahramanlıq ambeli var və bizdə də ustalığı var. Qaldı ki, Etsdə 3 dənə kahramanlıq ambeli, 1, 2, 4, 3, 7 dənə səfərimiz, 1, 2, 3, 4, 5, 7 dənə düz imiş, kahraman ambeli ilə qarışdırdım, 7 dənə isə ustalığı var görünür qədər. Hesab 4 yaşındadır, hesab qəşəng 2022-nin hesabıdır. Bir kere ifadəcəm bura qoyub, elə şey qoymayıb. Ondan sonra başqa baxmalı bir şeyimiz, kahraman ambellərinə baxmaq istəyirdim. Kahraman ambellərini bura qoymayıb dostumuz. Like-ımızı da atdıq bu arada. Silahlarına da buradan baxacaq olsaq, digər hesaba baxmadıq bu arada. Amma hesab zaten yeni idi digər hesab. Çox da şey gözləmirdim ondan. Belə bu hesabımıza baxanda da çox da bir şey görə bilmirəm. Amma AZ80-ni bəyəndim. AZ80 yaxşıdır. Belə də yəni orta səviyyədə bir hesab demək olar ki, buna da uşaqlar 10 üzərindən puanım 6-dır. Takipçimiz olduğu üçün bu arada hər birinizi nəzərə alıram. Keçirik uşaqlar indi bir növbəti aydımıza. Uşaqlar gördüyünüz qədərlə keçdik bir növbəti aydımıza. FFAZ YT böyük ehtimalla ki YouTuberdir. FFAZ markada yazıb qarşımız bura. Ay maşallah olsun. Usta 3-ə qədər kasıb hesab da belə yeni açılmış bir hesaba oxşur. Etstok kasılmayıb, bir dəfə kahramanı buraxıb hal-hazırda da platindir. BR-yə baxanda isə 1 ustalığı, 1, 2, 3, 4 dənə isə 2 ustalığı, 4 dənə isə uşaqlar kahraman ambelini burada görə bilərik. Hesaba baxdığımızda hesabımız yeni bir hesabdır. Bəli, tam da fikirləşdiyimiz kimi uşaqlar yeni bir hesabdır. O Makon bu arada qaşay abi, Makon çıxardıb qara kartlarından çıxarmış ola bilər, amma uşaqlar baxanda buradan Prime 2-dir. Yəni ki, belə hesaba pul vurulub, amma yüklü miqdarda pul vuruldığını fikirləşmirəm. Amma yenə də uşaqlar bir silahlarına göz gəzdirmək istəyirəm sizlərlə birlikdə. İşte Makon nəsə mənə cəzb elədi. Oy, Grozasını görürük hesabım buradan. Belə yəni abartılacaq bir hesab deyil, amma oynanışına görə maşallah olsun, like-ımızı da atırıq buradan. Bu qaqaşa uşaqlar, həqiqətən deyirəm, çox ürəklə bir puan verəcəm. Zaten digərlərini də ürəklə verdim. Amma bu nəsə deyilən, nə izə uşaqlar. Qaqaşımıza, dostumuza 10 üzərindən 5 puanlı verdim. Halal olsun qaqaş sənə. Siz də uşaqlar yorumlara aydınızı buraxa bilərsiniz. Keçirik növbəti aydımıza. İndi uşaqlar gördüyünüz üzrə indi keçirik növbəti aydımıza. Nurxan 5218 isimli bir takipçimizdir. Gördüyünüz qədərilə hesabımız yeni bir hesabdır. Yəqin ki, elə belə baxmaq üçün bizə verdiyi bir hesabdır. Sadə bir şey, amma ki, hətta bir dəqiqə deyən bir şeye baxmaq istəyirəm. Yo, gözlədiyim köhnə
beynimdə sizə. Hesab 1 yaşındadır zaten. Yəni belə də bir şey gözləmirəm. Hesaba pul vurulmuyor. Bir şey axtardım hesabdan. Onu zaten tapa bilmədim. Kombini də açmışıq zaten belədir. Açmışıq deyəndə açılmış bir vəziyyətdədir. Beləncədir. 10 üzərindən 3 uşaqlar puanım bu hesaba. Çox da az vermək istəmirəm takipçimsiz böyük ehtimalın. Like'ımızı da atırıq. Keçirik növbəti aydımıza. İndi isə uşaqlar göz görə keçirik növbəti aydımıza. Azıl Niyaz isimli biri də Azıl Krallar hesabındandır. Bura nə yazıb? Zibo 15 yetim. Gördüyünüz qədərilə Prime 2'dir qaqaşımız. Belədir, yəni ki, bəli uşaqlar yeni bir hesabdır, amma ki, yəni belə az bir dərəcədə olsa pul vurulan bir hesabdır. Oy, qaşıq, bədəni bəyəndim. Qaldı ki, silahlar. Silahlarda belə bir şey, çox bir şey görə bilmirəm. Artıq biraz sürətli incələmələrə keçdim uşaqlar. Çünki vaxtımız uşaqlar, lap çox getsin istəmirəm. Like'ımızı buradan atırıq. Kahraman ambillərində HT2 ustalıq bir birinci, BRD də sadə bir kahramanlığımız görürük 2 dənə. Bu hesab uşaqlar 10 üzərindən 3 puanımızı veririk, keçirik növbəti aydımıza. İndi isə uşaqlar gördüyünüz qədər keçirik növbəti aydımıza. Hüseyin 999K gördüyünüz qədər bizim klandandır. Qaqaşımız mən oynayışa görə düzdür incələmir, amma oynayışına danışmaq istəyirəm. Çox qəşəng oynayışı var abi. Yəni ki, nəysə də çox tərifləmirəm abi. Bu tərifləməyə gəlməmişik bura. Baxırıq abi. Deməli BR-də bir dənə kahramandan belə 3 dənə də ustalığı var. Çox qəşəng abi. Etdə isə hamısı abi ustalıq. 5 amberin 5-i də ustalıq. Çox qəşəng. Tragona bax. Bunu qara kartı da çıxarmış ola bilər, elmasla çıxarmış ola bilər. Amma mən bildiyim qədərilə hesaba elmas vurulmayıb. Ona görə də uşaqlar bunu böyük ehtimaldır ki, qara kartdan çıxardım. İndi abi nəyə baxırdıq? Bunun ambellərinə baxırıq. Bəli, bu da yeni bir hesabdır. Gördüyünüz qədərilə zaten. Silah təkdə 680 qaşıq 680 abi bilmirəm niyə bəyənirəm o deseni. Belə də abi sadə bir şeydir, silahları var. Amma hesab bəyəndim. 10 üzərindən 6 puanımızı veririk. Biraz düzdür çox verdim. Nəsə amma ustalıqları çox xoşuma gəldi. Çünki hesabda əmək var abi. Zaten açıq-aşkar görünən bir şeydir əmək olduğu. Və uşaqlar hazırsınızsa keçirik növbəti aydımıza. İndi isə uşaqlar gördüyünüz qədər keçirik növbəti aydımıza. AZTB FF-in hesabıdır. Zaten öz klanı böyük ehtimalından bəli öz klanında həyat qısa dəyməz qıza yazıb profilinə. Hesab baxırıq bu deməli buradan X-də ustan beli yoxdur, B-də ustan beli yoxdur. Sadəcə kahramanlığa qədər kasıb buraxıb qaqaşımız 53 səviyyə böyük ehtimalla yeni bir hesabdır. Hesaba pul xeyli vurulmayıb. Sadə yəni bir hesabdır. Silahlarda gördüyünüz qədərilə sadə silahlardır. Elə baxmalı bir şey görmürəm, amma yenə də like-ımızı atdıq. Abi Hüseyin hesabına biz like atmadıq səhv eləmirəmsə, like atmadıqlarımız abi xahiş edirəm. Yəni fikrimiz olmayıb, ona görə də çox şey eləməyin. İndi belə də abi baxanda abi 10 üzərindən 4 puanımızı veririk və keçirik növbəti hesabımıza. İndi isə uşaqlar gəldik növbəti aydımıza. FF Əli gördüyünüz qədərilə bizim klanımızdadır. Bu qaqaşımızda girən kimi like-ımızı ataq, yaddan çıxmasın. Baxırıq indi uşaqlar gördüyünüz qədərilə buradan belə yəni hesaba pul vurulmayıb, sadə bir hesabdır. Əmək varmı? Əmək yəni yeni bir hesabdır abi. 35 səviyyə zaten bilinir. Elə də görməli yəni bir şey yoxdur hesabın. Amma bizim klanı olduğuna görə çox da şey eləyə bilmərəm qaqaşı. Yəni abi rüşvət kimi fikirləşməyin bunu. Sadəcə yəni bilirəm ki, bu qaqaş belə deyəndə bizlə həqiqətən deyirəm klan kasan bir qaqaş olub, çox əziyyət çəkib klanın üstündə. Yəni klan kasmayıb et oynasaydı, indi inanın ki, elə kahramanlığı etdə isə elə etsə də abi kahraman 20-35 ulduzları var idi. Ona görə uşaqlar 10 üzərindən 5 puanımızı veririk və keçirik növbəti aydımıza. İndi isə uşaqlar gördüyünüz qədərlə keçdik növbəti aydımızı X9 Abbas uşaqlar gördüyünüz qədərlə hesabınız zaten buradan görürük. Bu da bu qaqaşda gördüyünüz qədərlə bizim klanda olub. Qaqaşı da tanıyıram, çox əmək verən bir uşaqlar bizim klanımızda çox əziyyət olub. Baxırıq BR-də abi ustalıq yoxdur. Etdə isə uşaqlar 2 dənə kahramanlığı, bir dənə isə ustalıq ambeli var. Sənin həyatın mənim oyunum yazıb. Sənin həyatın mənim qəribə bir sözdür. Nəysə abi. Qaldı ki buradan başqa bir şey görməli bir şey abi çox da görmürəm. Oyuna da pul vurmuyor zaten. Prime gördüyünüz qədərlə yoxdur. Bu hesabda uşaqlar 10 üzərindən 4 verərək keçirik növbəti aydımıza. İndi isə uşaqlar keçirik növbəti aydımıza. WW Salih kompüter oyunçusudur. Bu da uşaqlar bizim klandır. Klandandı. X9 Miraz'da top 1 yazıb abi. Bu nə yazıb abi? Bu şey mənim beynimə cəlb elədi abi. Bu şey məni cəlb elədi bu şeyə. Vay. Yəni digər baxdığımız hesablardan abi köhnə bir hesabdır. Bu harada elektrik belə abi yəni normal bir hesabdır. Lap köhnələrdən deyil, amma abi belə baxdığımızda köhnə bir hesabdır zaten gördüyünüz qədərilə. 59 səviyyədir. Buradan baxdığımızda oyun maşallah olsun pul vurulub. Oy hesabın 2 evosu AN94 4 səviyyədir. MP5-də 3 səviyyədir gördüyünüz qədərilə. Əynindəki paltarını da bir dənə indirək zaten sadə paltarda. Oy maşallah giriş animasyonu və s. da var.
Gördüğünüz kadarıyla bunu da size göstereceğim. Bu hesabı incelemeni biraz uzatabilirim abi bu şeyi. Oy maşallah olsun. Qəşəng bir tane giriş ifadəsi var imiş. Bir tane giriş ifadəsini də sizlərə beləsinə göstərim. Çox gözəl abi, çox gözəl. Öz də uşaqlar klanımızda çox əmək verən biridir. Baxırıq indi abi BR-də bir ustalığı var. 10 dənə də kahraman ambeli var. Burada isə uşaqlar 1, 2, 3, 4 dənə ustalığı var. SRC-li uşaqlar və 10 dənə də kahramanlıq ambeli var. Gördüyünüz kadarıyla indi abi neyinir? Silahlarına gəldik baxmağa. Baxın. Baxdığım gördüyünüz kadarıyla abi normal, yəni ki ilgi çəkici silahlar deyəndə qəşəng nədir onun adı? AN-94 və M5'imiz var abi. Yəni çox xoşuma gəldi abi. Bu silahları görəndən sonra neyinir abi? X9 Mirage'da top 1 bura yazdığına görə bizim diqqətimizi cəlb etdiyinə görə uşaqlar 10 üzərindən 8 puanımızı veririk bu hesaba və uşaqlar keçirik növbəti aydımıza. Burada Prime 4 demiş. Və uşaqlar gördüyü qədər keçirik növbəti aydımıza. Bu da bizim klandandır. Şamil 112. Şamil 112'miz gördüyünüz kadarıyla abi. Direkt promo ilə ambellərinə baxıram abi, kahramanlıq ambellərinə. BR-də 2 dənə kahramanlıq ambeli var. Etsə uşaqlar hələ də ambeli yoxdur. Gördüyünüz üzere burada çox yəni belə bir şey qoymuyor abi şeydə. Baxmalı yəni bir şey qoymuyor. Paltarları normal bildiğimiz Şamil paltarı da abi. Yəni biz Şamili belə tanıyırıq. Çox vaxt bu kombindən gəlir bizdən oynayır. Sevən, əmək verən biridir. Həqiqətən əmək verən biridir abi. Amma hesaba görə puanladığımız üçün bu hesaba 10 üzərindən 4 veririk. Öz fikrimi bir də uşaqlar bizim klandan deyində çox əmək verən biridir abi. Onu gözə almamaq olmur. Əlimizdən gəldiyi qədər almamaya çalışdım. Hesabı ilə verməyə çalışdım. Və uşaqlar artık videonun sonuna geldik. Gördüğünüz kadarıyla videomuzu paylaşmayı, eğer beğendinizse beğenmeyi, like atmayı neydi? Like atmayı, kanala abone olmayı ve uşaqlar yorumlara öz aydınızı bırakmayı çıxartmasanız sevinirim. Ki uşaqlar gələn dəfə sizin aydınızın yoxlanma şansı olsun, puanlama şansım olsun. 50 beğendə növbəti videonun devamı gələcək abi. Yəni ki part 2 deyək də belə deyək uşaqlar. Serinin devamı gələcək belə deyək abi. Serinin devamı gələcək. Onun görə nə edirik? Like atırsınız, abone olursunuz. Hər birini seviyoruz uşaqlar. Sağ olun. Hələlik.